Oliver Goodness soruşur. Niyə sən Mehdi kimi işlər görmürsən? Məsələn, Rusiya ilə Ukrayna arasında sülhü bərpa etmək kimi. Mən Mehdi kimi işlər görürəm. Mehdi o kəsdir ki, insanları haqqa yönəldir. Və bu hər bir nəbinin, elçinin, imamın dəvətinin ilk mərhələsidir. Onların etdikləri ilk şey budur. İnsanları haqqa çağırmaq, onlara yol göstərmək, onları hərəkatın bir hissəsi olmağa dəvət etmək və hazırda baş verən də məhz budur. Mən Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh ictimai dəvətinin ilk 13 ilində etdiklərini edirəm. Mən İsa'nın 3 illik xidmət müddətində etdiklərini edirəm. Mən Musanın İsrail oğulları ilə 40 il ərzində etdiklərini edirəm. Yəni, hər birinin həyatında baş verən, dinin növbəti mərhələyə keçməsinə, beynəlxalq bir fenomenə çevrilməsinə səbəb olmuş hadisələrdən əvvəl etdiklərini edirəm.